Gəncə şəhər məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Qafqaz İnfonun məlumatına görə hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Kamran Əsədov məhkəməyə yazılı vəsatət verib. Vəsatətdə Kamran Əsədov azyaşlı övladlarından birinin autizm sindromu olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini və atasının səhhətini əsas gətirərək ev dustaqlığına buraxılmasını xahiş edib. Daha sonra Gündüz Abbasov vəsatətini təqdim edib. Hər ikisinin müraciəti təmin edilməyib. Proses şahidlərin dindirilməsi ilə davam etdirib. Qadın şahid ifadəsində bildirib ki, Kamran Əsədovla ailəvi dostu vasitəsilə tanış olub. O bildirib ki, övladının universitetə qəbul olması üçün 15.000 manat verib. Lakin ərinin təkidi ilə çiyin və qulağa taxılması üçün nəzərdə tutulan texniki vasitələri Kamran Əsədova qaytarıb və verilən məbləği geri alıb. Digər şahid isə Gəncədə yaşadığı üçün Gündüz Abbasovu tanıdığını bildirib. Onun sözlərinə görə övladı ilə bərabər bir neçə dəfə Gündüz Abbasovla görüşüb və ondan texniki vasitələri necə işlətmək qaydasını öyrəniblər. Bunun qarşılığında 3.000 manat ödənməli idi. Pul imtahanın nəticələrindən sonra veriləcəkdi, lakin imtahan vaxtı texniki vasitə işləmədi. Biz də pulu ödəmədik. Proses fevralın 19-da davam etdiriləcək.